Hürmetli ictimai tarmaq faydalanıcıları, hürmetli Xoşkəpər axlı, bu yine Halk Bankı'nın arka kısmı ve merkezi svetoforunu yana yine. Dostluk magazininin eldini oluşanın takibinde netle ben diyorum svetoforunu yana. Halagan adam halayı da makinini koyup işini bitirip geçip durdu. Yolculara namığa qana işləp getdilər yine. Xoşkəpər bir darvaza bob qaldı. Hürmetli Şövkət Miramanoviç, bu halata özünüz etibar qılıb Xoşkəpər xalqına əməli yardım versəniz, çıraylı bir karar kabul qılıb versəniz, yaxşı olar idi halk üçün. Yine həmməcə alğav-dalğav olub yatıbdı. Yine Halk Bankı. Kazışma işleri hələ tüyəmədi. Ne yolun ahvalı. Xoşkəpər xalqı kaçan bolsam tuberkuloz kəsəl olub ölədi. Ne ahval Xoşkəpərdə? Bu xalq hakimlik vekillerinden umuman özü Xoşkəpər tuman mütəsəbbilərinə işancı qalmadı. Halkın işancına, aklaşına ya istəmək yatırlar, ya olmasa başka bir muamması var. Mal hakimi Şüfət Ahmedov her gün şu yoldan yürüydü. Lakin mammağa gezip gelən vaxtda gözükür lakı gerən. Yani Dostluk magazininin əldə Qadala yürəkçəsi şoförlər tamamından gəlib alınған. Ne aptekaya girişin imkaniyatı var ayrım hallarda, ne magazinlara girip savdo qilish imkoniyati bor. Yine qalagan adam qalagan yerdə fazlaq yetəverədi. Səni xoş götürsün deyim.